Sumqayıt Şəhidlər Xiyabanına ağaclar və qızılgül kolları əkilib. Bitkilər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsinin və Nəsimə adına Mədəniyyət və İstirahət Parkının əməkdaşları tərəfindən əkilib. Əkilən yaşıllıqlara qulluqlar göstərilib. Qeyd edək ki, Prezident İlham Əliyev Sumqayıtın ekoloji vəziyyətini hər zaman diqqət mərkəzində saxlayıb. Son illərdə də şəhərdə ekoloji vəziyyətin yaxşılaşdırılması ölkə rəhbərliyinin diqqətindən yayınmayıb. Son 10 ildə şəhərdə 100 minlərlə ağaclar əkilib, geniş yaşıllıq zolaqları salınıb. İşlər bundan sonra da davam etdiriləcək. Şəmstan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.